Hətta aylar öncədən danışırdıq ki, Azərbaycanda sosial vəziyyət çox təəssüf ki, davamlı olaraq pisləşəcək. Nəyin əsasında biz bunu deyirik? Çünki Azərbaycan hakimiyyəti, şəxsən İlham Əliyevin heç bir siyasəti yoxdur bu vəziyyəti dəyişməyə. Yəni, bax, Azərbaycanda iqtisadi azadlıqlar tamamilə qapanıb. Ölkədə insanlar müstəqil şəkildə kiminləsə şərik olmadan, kiməsə rüşvət vermədən hansısa bir biznes açmaq və onu sərbəst işlətmək imkanına malik deyil. Ölkənin qeyri-neft sektoru yox dərəcəsindədir. Yəni, olanlar agroholdinglərdən, müəyyən demək tikintidən, nə bilim, müəyyən zavodlara, fabriklərə qədər hamısı həmin monopolistlərindir. Onun xalqa dəxli yoxdur. Xalqın içindən çıxıb, sən özün başqa ölkələrdə olduğu kimi gedib, məsələn, güzəştli kredit götürüb, müstəqil şəkildə bir biznes yaradıb, öz qabiliyyətini bu ölkədə sübut eləyə bilməzsən. Ona görə də insanlar pul qazanmaq üçün həmin o müharibədə olan, bizim də bu saat az qala deməli insanlarımıza düşməncəsinə yanaşan, hətta Rusiyaya gedirlər, başlarına raketlər, bombalar düşən Ukraynaya gedirlər, iqlimi çox sərt olan Qazaxstana gedirlər, imkanı biraz artıq olanlar Türkiyəyə üst tuturlar, Avropaya, Dubaya üst tuturlar, buradan qaçırlar. Çünki Azərbaycan hakimiyyəti nəinki ölkənin sosial problemlərini həll etməyə çalışmır, əksinə bütün o qapıları, pəncərələri, haradan bura hava gələ bilərsə hamısını qapadırlar və harada kiminsə bunların nəzarətindən kənar biraz pulu toplanıbsa onu da tutub əllərindən alırlar bir vasitə ilə. Ona görə, baxın, biz öncədən deyirdik, həyat da təsdiq edir ki, biz haqlıydıq. Hələ bundan sonra da belə olacaq. İlham Əliyev, indiki rejim nə qədər Azərbaycanda iqtidarda qalacaqsa, neçə il qala biləcəklərsə, o qədər də Azərbaycanda vəziyyət pisləşəcək. İndi bir çoxunuz deyirsiniz ki, Əli bəy, daha nə qədər pisləşsin? Bundan da pisi var, təəssüf ki. Bir il bundan qabaq da biz düşünürdük ki, yəqin ki, o zaman ki, bundan pis ola bilməz. Gördünüz mü bir ilin ərzində nə qədər pisləşdi bizim həyatımız? İndi bir il davam eləyəndə daha da pisləşəcək. Əgər növbəti ilə qalacaqsa hakimiyyətdə biraz da pisləşəcək və bu davamlı bir trend olacaq. Çünki bu yolla bütün insanları bir üstü açıq həbsxana kimi idarə eləməklə, bütün təşəbbüsü boğmaqla, hər şeyi monopoliyada saxlamaqla iqtisadi inkişafa nail olmaq mümkün deyil. Bax, məsələnin kökü budur. İndi o barədə danışım ki, niyə görə gələn ilin büdcəsi və ondan sonraki illərində ümumiyyətlə pis gözlənilir. Hökumət özü bizə belə deyir. Yəni, hələ ki bu proqnozu hazırlayan hökumət özüdür. Və hökumət özü hər hansı bir ciddi inkişaf olacağını anons etmiş. Təqribən bu ilki boyda bir büdcə olacaq. Orada deməli cüzi 0,1-0,2% dəyişiklikləri mən önəmli bilmirəm. Ona görə də sizi də yormayım. Sizin heç marağınıza da deyil də. Hansı sahədə 0,1% artım və ya azalma nəyi dəyişəcək ki? Demək, hesab edin ki, bu ilki vəziyyət qalacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, inflyasiya, qiymət artımı davam eləyəcək. Amma maaş filan, müavinət artmayacaq. Bu o deməkdir, ha. Çünki onlar artsa, büdcə də artmalıdır. Amma büdcə artmayacaq. Əksinə, büdcə hələ bu ilki səviyyədə qala bilməkdən ötürü 3 milyard manatlıq büdcə kəsirinə gedəcək hökumət. Yəni, onu bizə havadan verəcək. Ya məcburdur neft fondunda qalan o vəsaitləri də istifadə eləsin, ya da onu büdcəyə salacaq, amma əslində verməyəcək. Yəni, 3 milyard manatlıq hissəsinin büdcənin arxasında gəlir yoxdur. Xərc nəzərdə tutub ki, bu qədər xərcləyəcəm, amma onun gəliri yoxdur, özü deyir. Özü deyir ki, gəlirimiz olmayacaq. Bəs o zaman nə olacaq? Deməli, ya həmin o gələcək nəsillərin payına, rezervinə girəcək, hökumət əl uzadacaq növbəti dəfə. Zaten bütün illərin büdcəsinin əhəmiyyətli hissəsi yarıdan çoxu, yarıya qədəri həmin deməli puldan götürülür. Yaxud da ümumiyyətlə büdcədə nəzərdə tutacaq, amma eləməyəcək. Beləliklə, deməli, hətta bu ilki vəziyyətin özünün də davam etməsi sual altındadır. Nəinki artımlar olmayacaq. Bu ilki vəziyyətin də davam etməsi üçün əlavə 3 milyard da lazımdır. Üstəlik də gərək neftin də qiyməti düşməyə. Ona görə də gələn ildə çox təəssüf ki, bizi sosial çətinliklər gözləyir. Azərbaycan hakimiyyəti isə heç nə. Baxın, tərifləyirdilər, ay iqtisadi komandaları var, ay filan Qərb Universitetini oxuyub gəlib, filan deməli nazir. Tərifləyirdilər. Heç bir təşəbbüs yoxdur və heç bir yeni imkanlar dövlət üçün yaratmaq söhbəti yoxdur. İndi büdcəni nə ilə doldurmağa çalışırlar? Ancaq bütün o kreativ, bunların təfəkkürü ona yönəlib ki, yeni cərimə növləri tapsınlar.
Yeni xalqdan pul çıxarmaq. Xalq nə gündədir ki, ondan sən nə pul çıxardasan? Baxın, son vaxtlar kəşfləri sizin dediyiniz kimi şəhərin mərkəzinə pulla girəcəksən. Görün. Deməli, artıq indi cəmaət həmişə zarafatla, ironiya deyirdilər ki, bir gün bizim aldığımız havaya da vergi qoyacaqlar. İndi artıq ona gəlib çatır da. Deməli, Bakı sakini öz şəhərinin mərkəzinə girməkdən ötürü pul ödəməlidir. Görürsünüz, hara gəlib çıxdıq biz. Deməli, bu qədər əcaib. Bəs ondan əvvəl nə elədilər? Aeroporta digər taksiləri buraxmırlar. Deməli, bir dənə taksi firması özlərininkini seçiblər. Demək, sən gedib dünyanı gəzib gələcəksən aeroporta. Aeroportdan Bakıya, təzədən evinə, məsələn, Bakıdan Naxçıvana gedib gəlməyin qədər pul ödəməlisən taksiyə. Niyə görə? Çünki monopoliya olmalıdır. Niyə görə? Çünki filankəs çox pul qazanmalıdır. Deməli, baxın, bütün baxırlar imkanları, harada bu insanların azacıq nəfəs almaq imkanı var. Bax, 1-2 il bundan qabağa qədər hamımız sevinirdik ki, bu qədər bahalıq fonunda Bakıda bir dənə məsələdə ucuzluq var, taksi xidmətləri. Rəqabət var idi. Nə elədilər? Gəldilər, əllərini qoydular. 30-40 min ümumiyyətlə taksini çıxartdılar bazardan. Yazıq elədilər o adamları. Maşının sənə yaramır. Güya ki, Azərbaycanın bütün problemləri həll olub, ancaq qalıb ki, deməli, ili müəyyən müddətdən əvvəl köhnə olan maşınlarla taksi xidməti göstərmək çox dəhşətli bir problem imiş. 30-40 min adam, bəlkə də 50-60 min adamı bu xidmətdən uzaqlaşdırdılar. Monopoliya yaratdılar. İndi taksi qiymətləri 2-3 dəfə artdı, yoxsa yox? Gördünüzmü? Yaxşı, biz heç danışmağa çatdırmırıq ki. Hər həftə neysə qiymətini artırırsan. Bu qazın, elektrik enerjisinin, suyun, istilik xidmətinin qiymətini nə qədər qaldırmaq olar? Bu siqaretin, alkoqollu içkilərin rüsumlarını ildə neçə dəfə artırmaq olar? Bu Azərbaycana deməli bu virtual internet vasitəsilə alış-verişə qoyulan xidmətlər, ona qoyulan vergilər. Avtomobil, sənin avtomobil istehsalın var ki, sən ölkəyə avtomobil gətirilməsinə avtomobil istehsalçısı qədər əlavə pul alırsan. Deməli, hamısı bu milləti soymaqdır. Cərimələr tamamilə başqa bir fəlakətdir. Bütün beyinlərini işlədirlər, daha nəyə cərimə yazmaq olar? İnsanlar, mən özüm şəxsən çox adam tanıyıram, maşını var artıq sürmür. Maşını sürə bilmirlər. O qədər bəhanə uydurublar, çox qədər cərimə növü uydurublar ki, dayanacaqların qiyməti hər kvartalda artır. Demək, bütövlükdə Azərbaycanın dövlət büdcəsini xalqın hesabına formalaşdırmağa çalışırlar. Amma xalq buradan nəsə bir şey gözləyir ki, mənim maaşım artsın. Xalq gözləyir ki, dövlət hansısa bir problemə sahib çıxsın. Dövlət adından çıxış edən o balaca qrup nə eləyir? Deməli, hələ xalqdan nəyisə çıxarmaq olar. Xüsusən bax bu ekoloji cərimələr adı ilə, ay ora zibil atdın, burada saxladın, zibil atdın adı ilə. Əlbəttə ki, mən də təmizlikdən yanayam və hansısa bir formadasa burada qayda yaradılmaqdan yanayam. Amma açıq-aşkar sui-istifadə var axı. Həm deməli bu yol hərəkət qaydalarında, həm bu ekoloji cərimələrlə bağlı, başqa inzibati cərimələrlə bağlı bilirsiniz nə qədər sui-istifadələr var? Mən əminəm ki, siz məndən də yaxşı bilirsiniz. Piyadaların özünə qarşı 10 minlərlə cərimələr yazırlar. Və Azərbaycan cəmiyyəti boğulur, təsəvvür edin. İndi bu yaxınlardan özləri etiraf ediblər ki, demək, Azərbaycan Milli Məclisinin komitə sədri, seçkilər arası dövrdə İlham Əliyevin əsas təbliğatçısı, seçkilər başlayanda da onun əsas dırnaqarası rəqibi Zahid Oruc elan edib ki, 340 min məhkəmə qərarı var. Əsasən bu mülki işlər borclarla bağlı yerinə yetirilmir. Bilirsiniz bu nə deməkdir? Təkcə bu rəqəm ölkədəki fəlakətin şəklini çəkir. 340 min məhkəmə qərarı borclarla bağlı yerinə yetirilə bilmir. Çünki insanlar dirəniblər artıq. Sən ondan nə alacaqsan? Heç nəyi yoxdur artıq. Onun bir quru canı qalıb. Heç nəyi yoxdur adamların artıq. Biz bunu dəfələrlə danışırıq. 250 min adam çörəyi, ərzağı belə borc dəftərinə yazdırıb alır. 6 ilin ərzində Azərbaycanda banklara istehlak borclarının, kreditlərin miqdarı 2 dəfə artıb. İnsanlar ancaq həmin o kreditləri ödəmək üçün işləyirlər. Və üstəlik də axı əhalinin 74%-nin gəlirləri 600 manatın da altındadır. 600 manatla necə dolanmaq olar axı? 600 manatla necə kirayə haqqı vermək olar axı? 600 manatla necə kreditləri ödəmək olar axı? Üstəlik də sən bunu yaşamalısan, bu qədər kommunalları ödəməlisən, ərzaq almalısan, dərman almalısan, dərmanların qiymətini hər ay qaldırırlar demək olar ki. Baxın, bu qədər Azərbaycan xalqına yad olublar.